Adam cahiliyyədən gəlib. Orada elə daxı, orada gücü olan, pulu olan, orada başqa aləmdən gəlib. Bunların aləmləri var. O aləmdən gəliblər. Bizim aləmdə belə, bizim aləmdə belə. Oradan gəlib. Elə bilib ki, burada da o aləmdir. Vallahi burada o aləm deyil. Bu aləmdə Allah və Rasulunun sözündən başqa bütün sözlər rədd edilir. Əgər Allah və Rasulunun sözünə uymursa, sən aləmin qaldı. Əgər sən hələ o aləmdəsənsə, sən hələ İslamla bax gör, hələ sən İslama girə bilmirsən yoxsa yox. O aləmlə İslamı birləşdirə bilməzsən. Sən o aləmi müsəlmanların arasında tətbiq eləyə bilməzsən, çıxmalısan o aləmdən. Sən müsəlmansan, müsəlman. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı Bilal radiyallahu anhuya, Abu Zər radiyallahu anhu deyəndə ki, ey qaranın oğlu, ey zəncinin oğlu, Bilal radiyallahu anhu gəldi, ya Allah Resulü, bu belə-belədir. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ey Abu Zər, hələ səndə cahiliyyə var, hələ səndə cahiliyyənin qalıntıları var. Abu Zər radiyallahu anhu neynədi? Üzünü qoydu Bilalın başının ayağının altına, dedi, ey Bilal, haqqını mənə halal edənə qədər məni tapdala, məni əz dedi. Budur əshabın yolu, budur sahabənin yolu, budur iman gətirmiş kişilərin yolu. Sən nəfsin qabaranda nəfsini susturacaqsan. Müsəlmandır. Mən müsəlmanı Allah və Rasulü ilə qorxuda bilərəm. Qolumun gücü ilə yox, pulumla yox, maddiyyətimlə yox, aləmimdə olan sözlərlə yox.